Bir balıq həssəsi olaraq könlümə bir dənə qəşəng balıq düşdü. Dedim gedim bir tam məzəyə. Gəldim bura, dedim nə alım? Bir dənə skumbriya götürdüm. Özü qəşəng mənim üçün seçdirdilər, bir dənəsini götürdüm. Bunu hər dəfə alanda marketlər bir dənəsi 8-10 manat arası gəlir. Özüm də inana bilmədim. 4 manat 26 qəpik verdim. Bir ədəd skumbriya. Gəldim kassaya, ödəniş elədim. Getdim bazara. Kartoşka falan, başqa bazarlıqlara elədim. Getdim evə. Kartoşkanın suyunu qoyuruq. Qəşəng doğrayırıq yuyandan sonra təbii ki. Kartoşkanı burada səliqəsiz çəkilib, bu çox da fikir verməyim. Qohum uşaq çəkibdir videolarım. Bunları qəşəngcə tökürük qaynamağa kartoşkaları. Sonra keçirik skumbriyamızı qəşəng halqa doğramağa. Burada göyə nəsə eləmək istəmişəm də soğanla zaddan o video çəkənlər olur belə xaricdə. Onlar üçün göyə nəsə alındırmaq istəmişəm. Kartoşkamız görürük qəşəngcə bişdi, ujaya hazırdır artıq. Bunları qəşəngcə servis eləyirik. Servis etdikdən sonra keçək sonra digər məhsullarımızı hazırlamağa. Burada göyə də indi nəsə düzəltmək istəmişəm yenə də. Əllə yaxşıdır, təbii. Hə, gəldi. Zakuskalı zaddır. Qəşəngcə bişirdik, düşürdük özümüz üçün. Hazır evdə boşkən oturduq qardaşımla. Bu arada buradan bir tam məzəyə dərin təşəkkürümü bildirirəm. Çox